8 Mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. İlk dəfə Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təşrifi ilə 1910-cu ildə Sosialist Qadınların 2-ci Beynəlxalq Konferansında qərara alınıb. Çox sevdiyim bir sitat var. Qeyd olunur ki, ən gözəl qadın ən xoşbəxt qadındır. Ən xoşbəxt qadın isə ən güclü qadındır. Mənim fikrimcə, gözəl, xoşbəxt və güclü olan qadının isə hər keçirdiyi gün bayramdır. Belə, dəyərli izləyicilər, mən də fürsətdən istifadə edib Azərbaycan xalqının dəyərli qadınlarını, güclü, xoşbəxt və gözəl qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Muradın sitatında güclü qadınlar deyə vurğuladı, amma mən güclü qadın deyil, özünü kəşf edən, öz bacarıqlarını, öz dəyərini, özünə qarşı olan sevgisinin fərqində olan və bunu bilən bütün qadınların bayramını təbrik edirəm. Eynilə Sevinç, sənin də bayramını təbrik edirəm. Murad, təşəkkür edirəm təbrikin üçün. Çox gözəl bir giriş idi. Elə isə bu yerdə mən sözü Sevincə verirəm. Buyur Sevinç. Əziz qadınlar, günümüz mübarək deyirəm və uzatmadan həftənin ilk xəbərini şərh etməsi üçün sözü Murada verirəm. Bu həftə müxbirlərimiz Gülsüm Qasımova və Banu Fəttayeva tərəfindən süjet hazırlandı. İstərdim ki, öncə süjetimizə keçək, ardından da müzakirələrimizə davam edək. Salam əziz Prizma izləyiciləri və studiyamızın dəyərli aparıcıları. Bu həftədən etibarən Prizma həftənin icmalında yeni bir rubrika ilə qarşınızda olacaq. Şəhər əhalisinə sualımız var. Bu həftə hansı xəbər sizin diqqətinizi cəlb etdi? Birinci diqqətimiz çəkən, yəni dünya xəbərləri üzrə İranın hal-hazırdakı vəziyyəti və iç durumun qarışıqlığı. Düzdür, orada bizim həmyerlilərimiz yaşayır. Düzdür, indi bəziləri o torpaqları biraz unutsa da, əslində tariximizi araşdırsaq, o torpaqların yarısı bizim olubdur və əlbəttə ki, hər kəs istədiyi kimi mən istəyərəm ki, müharibələr dayansın. Yəni ortada ölənlər, belə deyək, məsum canlar və bəzən də körpələr ölür. Yəni istəmərəm ki, nəinki İran hər hansısa bir, yəni düşmənin də belə olsa o cür bir vəziyyətdə düşməyini istəmərəm. Açıq desəm hal-hazırda da, yəni ordumuzun da bir nömrəli, yəni səviyyədə hazırlığa gətirilməsi və sərhəd boyu bəzi gərginliklərin getdikcə daha çox artıq və biz tərəfə yönəlməsi məni biraz narahat edir. Yəni açıq desəm özümdə bir neçə aydan sonra əsgər gedirəm. Yəni Allah bütün əsgərlərimizi qorusun və inşallah qabağımızda gələn Novruz bayramında, yəni millət olaraqdan daha şən, daha yəni yadda qalan keçirməyimi istəyərəm. Yəni nəinki müharibələr içərisində, sülhün içərisində keçirməyimizi çox böyük arzu edirəm. İran raketlər atırdı Naxçıvan bölgəmizə. Çox vaxt TikTokda, Instagramda görürdüm. Deməli, məktəbə atmışdılar. Ən pis xəbər bu idi. Uşaqlara yəni təhlükədir. Yəni biz böyük belə bizi qorxudur. Amma uşaqlar öz üstündə necə şeylər keçirdilər. Yəni belə bilmək olmur da. Ölkələr ərazisində olan müharibələr, tökülən qanlar, haqsızlıqlar, körpə-körpə balaların məhv olmağı, şəhərlərin viran qalmağı, ana kimi mən çox soldum daha doğrusu. Hal-hazırda gündəmi zəbt eləyib bu İranla bağlı olan müharibə mövzusu. Yəni hal-hazırda ondan başqa, yəni mən kəşfiyyatda qabağıma hər hansısa bir xəbərin çıxdığını görmürəm. Belə deyim, biz ümumiyyətlə millət, xalq, dövlət olaraq yəni həmişə sülh tərəfdarı olmuşuq. Həmişə dinclik, sakitlik tərəfdarı olduğumuz üçün inşallah ki, bu bizdən kənar bir məsələ olar. Bütün dünyada sülh olsun istəyirik bir sözlə. İranın bu zərbəsini heç gözləmirdim. Cənab Ali Baş Komandanın başçılığı ilə onların cavabı layiqincə veriləcək. Yəqin ki, təkcə mənim yox, eləcə də bütün Azərbaycanın çıxmaqla bütün dünyanın diqqətini İran, Amerika qarşı durması, İsrail qarşı durması cəlb eləyir. Amma ən çox məni narahat edən məsələ İranın günahsız olan bizə zərbə endirməsi, Naxçıvandakı məktəbə zərbə endirməsidir ki, məncə bu məsələ qloballaşdırılmalıdır. Yəni ki, çünki biz tamamilə müharibədən kənar, humanitar bir ölkəyə həmişə də yəni ki, humanizm tərəfdarı olmuşuq. Amma nədənsə yardım əli uzatdığımız ölkələr ilk zərbə olaraq bizi vururlar. Son vaxtlar müharibədir. Qarşıma çox çıxır müharibə, İran-İsrail.
Yəni demək istəyirəm ki, yəni müharibə olmasa daha yaxşı olar da. Yəni dünyada sülh olsa daha yaxşı olar. Günahsız körpələr yəni ölürlər, vəfat edirlər. Yəni bunun qarşısı alınsa daha yaxşı olar. Yəni biz də istəmirik ki, müharibə olmasın, sülh olsun, mehribançılıq olsun dünyada. Beləliklə, mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrəndik. Mövzu ilə bağlı yeniliklər olduqda sizə məlumat verəcəyik. Süjetimizdən də məlum olduğu kimi, bu həftənin əsas sensasiya yaradan xəbəri məhz İranın dron hücumları idi. Məlumat verim ki, martın 5-də İran ərazisindən idarə olunan 2 PUA Naxçıvanda mülki infrastruktura hücum edib. Bir dron Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonundakı məktəb yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanına ziyan dəyib. Naxçıvan-Bakı reysi təhlükəsizlik məqsədindən geri qayıdıb və 4 nəfər mülki şəxs xəsarət alıb. Qeyd edeyim ki, məsələ ilə bağlı Baş Prokurorluqdan da açıqlama gəldi. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. İstintaq davam edir. Puaların mənşəyi və marşrutu araşdırılır. Hücum beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir deyə Baş Prokurorluq açıqlama verdi. Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iclasda öz fikirlərini bölüşdü. Stat: Bu gün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir. Xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə indirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək, deyə ölkə başçısı qeyd edib. Bu xəbərin ardından yadıma bir hekayə düşdü. Bildiyimiz kimi, Makedoniya İskəndərin həyatı ilə bağlı fərqli rəvayətlər şərh olunur. Rəvayət olunur ki, bir dəfə Makedoniyalı İskəndər küçədə gəzərkən qarşısına bir dilənçi çıxır. Dilənçi qeyd edir ki, hökmdarım sağ olsun, mənə kiçik bir yardım göstərə bilərsinizmi? Makedoniya İskəndər təəccüblənir, deyir ki, kiçik, o mənə yaraşmaz. Dilənçi deyir ki, o zaman böyük yardım göstərin. Deyir, o da sənə yaraşmaz. İndi bir insana verdiyimiz dəyər, insan münasibətləri belədir. Düşünürəm ki, dövlətlər arası münasibətlərə belədir. Ərmağan olsun, dəyər olsun. Bu həm özümüzə göstərdiyimiz hörmətdir, həm də qarşı tərəfə verdiyimiz hörməti simvolizə edir. Azərbaycan ölkəsi hər zamanki kimi humanitar dəyərlərinə sadiq qalaraq İrana lazımi kömək elədi, dövlət başçımızın da qeyd elədiyi kimi. Amma İranın buna cavabı nə oldu? Bu da məlum məsələdir. Düşünürəm ki, hekayənin də bizə çatdırmaq istədiyi məlumat, informasiya odur ki, bəzən insanlara elə layiq olduğu dəyəri vermək lazımdır. Mən istərdim ki, həmkarlarımız da bununla bağlı öz dəyərli fikirlərini bölüşsünlər. Sizlərin də fikirlərini olaq məsələ ilə bağlı. Məsələ ilə bağlı ölkə başçımız İlham Əliyevin fikirlərini həmkarım Murad səsləndirdi. Mən isə istəyirəm diqqətinizə digər ölkələrin bu məsələ ilə bağlı fikirlərini çatdırım. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, o İran tərəfindən Naxçıvana edilən dron hücumunu qınadığını deyib və qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İlham Əliyevə zəng edib. O, İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə göstərilən dəstəyə və hücumu qınayan mövqeyinə görə bir daha təşəkkür edib. Məsələ ilə bağlı İran prezidenti də məlumat verdi. Qeyd edib ki, qonşu ölkələrə hücum etməyəcəyik. Prezident Məsud Pezeşkiyan İranın qonşu ölkələrə hücum etməyəcəyini və həmin ölkələrdən İrana hücum olmasa raket atmayacağını bəyan edib. Qeyd edeyim ki, İran prezidenti qonşu ölkələrdən də hücumlara görə üzr istəyib. Stat: Bölgə ölkələri ilə düşmənçiliyimiz yoxdur. Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı qüvvələrimiz ölkənin şərəfini müdafiə etmək üçün müstəqil şəkildə hərəkət edib deyə Pezeşkiyan qeyd edib. Bəli, təşəkkür edirəm Sevinç və Murad xəbəri çatdırdığınız üçün. Burada siyasi olaraq məsələyə toxunmaq istəmirəm, çünki psixoloq olaraq siyasi və dini məsələlərə toxunmam yanlış olar, etik deyil. Sadəcə olaraq ki, burada psixoloji tərəfdən yanaşsaq, biz bildiyimiz kimi Naxçıvanda birinci növbədə hava limanı, daha sonra isə məktəb yaxınlığında dron partladı. Bunların əhaliyə yüksək dərəcədə psixoloji təsiri oldu, təbii ki.
Burada öncəliklə buradan izləyicilərə də səslənirəm. Partlayış zamanı yaxınlıq, yəni yaxın ərazidə nəzərdə tuturam. Qorunmaları üçün üzü üstə yerə uzanmalıdırlar, başlarının əlləri ilə baş nahiyələrini qorumağı bacarmalıdırlar. Bir neçə dəqiqə ən azı, çünki onun qəlpələri dəyə bilər, zərər yetirə bilər. Təbii ki, indi bu fiziki olaraq qorunmadır. Psixoloji olaraq isə məktəb yaxınında olan bu hadisənin uşaqlara təsirini kimlər idarə edə bilər? Məktəb direktoru, müəllimlər. Yəni bir sözlə böyüklərin o durumu idarə etməsi həmin o yeniyetmələrin də, uşaqların da psixologiyasında müəyyən bir dərəcədə müsbət rol oynaya bilər. Elə bu yerdə üzr istəyirəm, sözünü kəsməliyəm Aydan, çünki bir video material var, onu bir yerdə izləyək, uşaqların psixologiyası ilə bağlı. Daha sonra istəyirəm bu mövzu ilə bağlı da sənin fikirlərini alım. Mən Şəşərabad məktəbinin şagirdiyəm. Yəqin ki, bu adı artıq hər birimizə tanışdır. Dünən dərs vaxtı məktəbimizin yaxınlığında güclü bir partlayış oldu. Biz deyib güldüyümüz sinif otaqlarından gözləmədiyimiz bir halda xəbərsiz şəkildə həyəcandan çölə qaçdıq. Hansı ki, bizim nə üst geyim götürməyə, nə çanta götürməyə vaxtımız olmadı. Qulağımızdakı səslər, keçirdiyimiz hisslər bizim üçün unudulmazdı. Axı biz bilmirdik bunları kim edib. Sən demə, bunları bizə edən, bu nankorluğu bizə edən qonşu dövlət İran imiş. Amma böyüklərimiz heç təəccüblənmədilər. Onlar dedilər ki, İran bizə qarşı həmişə belə nankor və şərəfsiz olubdu. Axı biz sizə nə etmişik? Biz sizə nə etmişik, bizə atəş açırsınız. Bu günahsız uşaqlar, biz şagirdlər, niyə sizin hərbi hədəfiniz olmuşuq? Mən buradan doğma Bakıya, Gəncəyə, Şamaxıya, Qazağa, Urmiyaya, Zəncana, Həmədana, canım Təbrizim, sənə səslənirəm. Bizim bu cinayətlərə qarşı səsimizə səs verin. Bu nankorluğa, bu ədalətsizliyə susmayın. Dünyada uşaq ölümünə qarşı çıxan bütün dövlətlər, insanlar, səsimizə səs verin, mənim səsim olun. İzlədiyimiz videoda da göründüyü kimi uşaq kamera qarşısına keçir və olanları danışır. Səsindən də hiss olunduğu kimi qorxub. Nə dərəcədə düzgündür? Yəni o uşağa təkrar-təkrar o sualları verib onu danışdırmaq. Əlbəttə ki, Sevinç, bu yanlış bir davranışdır. Biz bilirik ki, hər zaman media üzərində bunu biz neçə dəfələrlə demişik. Hər efirimizdə deyirik ki, mediada daha çox hadisələri qloballaşdırmaq yanlışdır. Bu birinci növbədə olan yanlış. İkinci növbədə yanlış isə həmin o yeniyetməyə ikinci dəfə təkrar yaşatmış oluruq o travmanı. Bir hadisə yaşanan zaman bir də hadisəni təkrardan canlandırırıq onun təsəvvüründə və təkrardan hətta ona dilizdiririk ki, hadisə necə baş vermişdi. Bunu özü istədiyi müddətdə danışa bilər, amma o üzərində bir məsuliyyət hiss edir ki, bunu media üzərindən insanlara çatdıracaq. Yəni bir sözlə reytinq uğruna bir uşağın psixoloji olaraq ruhuna zərər vermək lazım deyil. Bu özü də bir cəzadır. Yaxın zamanda başqa bir xəbərdə baş vermişdi, hansı ki müəllimin güllələnərək öldürülməsi ilə bağlı. Həmin xəbərdə də jurnalistlər, müxbirlər, yəni tələbələrə, o uşaqlara yaxınlaşıb qəribə suallar verir, yəni danışdırmağa çalışırdılar. Sən gördünmü, nə edirdin, ümumiyyətlə o uşaq özünü necə aparırdı və s. kimi suallar verib danışdırmaq istəyirdilər israrla. Başa düşürəm, işimizi etməliyik hamımız, yerinə yetirməliyik layiqincə, amma bunu başqalarına zərər vermədən etməliyik. Bəli, təbii ki, zərər verilməməlidir. Mən bəzi məqamlara toxunum, daha sonra isə sizə ötürəcəm sözü. Burada məktəblərin psixologiyasına biz baxsaq, təhlükədə özlərini hiss edəcəklər, rahatsızlıq duyacaqlar, rahat şəkildə məktəbə gedə bilməyəcəklər. Yəni ortada artıq bir güvənsizlik var və nəticə olaraq bizə bu cür cavab vermələri həm əhali, həm də dövlət başçıları üzrə bir, mən deyərdim ki, xəyanətdir. Çünki gözlənilməz bir anda gözlənilməz hadisə olub. Bunun biri var ki, biz müharibə zonasında olaq, hazırlıqlı olaq, əskərlərimiz İran tərəfindən qorunmaya alınsın. Ən azından atəşkəs elan olunurdu və ona qarşılıqlı kiçik də olsa bir hazırlığımız olurdu, amma bizim heç bir zaman İranla aramızda bir müharibə abu-havası belə olmayıb. Hərçənd zaman-zaman Ermənistanın da mülki infrastruktura vurduğu hücumları görmüşük. Bəli, təbii ki, yəni biz 44 günlük müharibə zamanı çox şeyin şahidi olduq.
Bəli, əlbəttə. Həm mülki olaraq əhaliyə verilən zərər olsun, həmçinin dost, düşmən anlayışı olsun. Bu tərəfdən bildik kimlər bizim üçün dəstək oldu, kimlər gerdə durdular dost adı ilə. Yəni bir sözlə bunlar biraz daha çox siyasiyə gedir. Bəzən bəzi verilən cavablara reaksiya verməmək ən uğurlu yoldur. Nə üçün? Çünki qarşı tərəfin verdiyi reaksiya bizi qıcıqlandırmaq üçündür. Yəni biz buna psixoloji tərəfdən baxsaq, bir sözlə icebergin görünməyən tərəfləri var və bu cavab da, yəni bu tərəfdən baxsaq ən uğurlu cavablardan biridir. Keçəkmi növbəti xəbərə? Çünki bu barədə çox fikir bildirə bilmərəm. Yəni ortada bəlli bir durum yoxdur. Sadəcə olaraq ki, hadisə üzərindən gedirik, müəyyən bir məsələlər üzrə. Elə isə keçək növbəti xəbərlərimizdə, zaten gedişat ərzində də bəzi məqamlarda toxunmuş olaraq bu xəbərə təkrardan. Həmkarlarım müasir mediada olan boşluqların uşaqlara olan təsirindən söhbət açdılar. Ümumilikdə müasir media elə bir sürətlə cəryan eləyir ki, sırf müəyyən bir hadisə olanda bu xəbər kanalından mən daha tez xəbəri çatdırım düşüncəsi ilə irəliləyirlər və nəticədə nə olur? Artıq uşaqların bir növ hüquqlarını pozurlar. Fikrimcə, mediada uşaq hüquqlarının qorunması isə hər bir jurnalistin məsuliyyətində olan bir işdir və buna da xüsusən jurnalistlərimizdən xahiş olunur ki, diqqət yetirsinlər. Ölkəmizin hüquqi norma və prinsiplərinin pozulmasına sən toxunduğun Aydan, sənin sözünə qüvvət olaraq növbəti xəbər nəzərinizə çatdırmaq istəyirəm. MPTV xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri dini icmasının rəhbərliyindən biri və Aşkenazi sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, həmçinin onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədi ilə əməliyyat axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran Respublikası vətəndaşları Rüstəmzadə Behman Sahibali və Zankiyan Yasir Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlanoğlu ilə cinayətkar əlaqə yaradıb. Bu müstəvidə ulu öndərimiz Heydər Əliyevin dediyi və çox sevdiyim bir sitat yadıma düşdü. Ümumi liderimiz qeyd edir ki, insan dünyada bütün xüsusiyyətləri sonradan qazana bilər. Yalnız iki xüsusiyyət vardır ki, bu insanın qanında və canında olur. Bu xüsusiyyətlərin biri sədaqət, biri isə cəsarətdir. Bizlər cəsarəti 44 günlük vətən müharibəsində vuruşan əskərlərimizdən, sədaqəti isə həmin müharibədə xalqının yanında sonacan olan Ali Başkomandan İlham Əliyevdən örnək aldıq. Xülasə, cəsarət və sədaqət hər zaman bizləndir və vətəni qarşısında xəyanət edən hər bir şəxs, hər bir insan isə qanun qarşısında mütləq cavab verəcək. Keçid edirəm növbəti xəbərə. Son vaxtlar müxtəlif ölkələrdə qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı müzakirələrin genişləməsi Azərbaycanda da bu mövzunu yenidən gündəmə gətirib. Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib ki, ölkədə belə bir təşəbbüs nə müzakirə olunur, nə də buna ehtiyac var. Xəbər diqqətinizə çatdırmaqda əsas məqsədim qadın və kişi bərabərliyi, feminizm və s. kimi mövzuların hansı videoda və yaxud da xəbərlərdə müzakirə olunsa, bundan söhbət açılsa, rəylərə biz daxil olduqda görürük ki, qadınlar da o zaman əskər getsin, əgər kişilərlə eyni bərabər hüquqlara malikdirsə və yaxud da qadın kişidən güclü deyil, qadınlar da getsin fəhlə işləsin kimi müzakirələr hər zaman olub, indi də var. Bu müzakirələrə açıqlıq gətirək deyə düşündüm. Bu mövzu ilə bağlı sənin fikirlərini alım. Eynilə Sevinç, sənin də qeyd etdiyin kimi rəylərdə biz hər zaman gender bərabərliyindən təbii ki, danışılan zaman nəzərdə tuturam. Deyirlər ki, qadınlar da əskər getsin, onlar da fəhlə işi görsünlər, güc tələb edən, yəni fiziki güc tələb edən iş görsünlər. Əslində bir şey unudurlar ki, qadın və kişi zaten hər biri özünə əsasən bir güclü olaraq bir rolu var. Kişilər fiziki olaraq güclüdürsə, qadınlar da mənəvi cəhətdən güclüdürlər. Gender bərabərliyinə gəldikdə isə mən bunu hər zaman demişəm. Gender bərabərliyini mən dəstəkləmirəm.
Yəni hər zaman gender bərabərliyi yoxdur. Yəni mən gender bərabərliyini qoruyuram. Mən feministəm, qadınlar tərəfdən çıxış edirəm, qadınların tərəfindən çıxış edərək onlara güc verirəm. Biz cəmiyyətdə də görə bilərik ki, müəyyən bir tədbirlər keçirilir. Lider qadınlar, güclü qadınlar, ola bilər sahibkar qadınlar da var hazırda. Çox gözəl idarə edə bilərlər. Komandası olsun, qurumu olsun, fərqi yoxdur. Amma onun üzərinə bir güc anlayışı yükləmək qadına aid deyil. Bunu biz hər zaman görmüşük. Mentalitet olaraq da kişilərə yüklənib bu. Nəyə görə? Fiziki cəhətdən təbii ki. Yeri gələndə kişilər belə mən deyərdim, mənəvi olaraq güclü olurlar. Çünki onlar hər bir duyğularını gizlətmə məcburiyyətində olurlar. Bu psixoloji cəhətdən baxsaq doğru bir hal deyil təbii ki. Amma o dözümlülük var. Dözümlülük özü belə fiziki güc tələb edir. Və bu fiziki gücü tələb etdiyinə görə biz kişilərə hər zaman deyirik ki, güclü olmalıdır. Qadın niyə güclü olsun? Qadın istənilən bir ortamda öz zəifliyi ilə də, zərifliyi ilə də güclü olaraq özünü göstərə bilər. Yəni demək istəyirəm ki, qadınların zəifliyi hətta onların güclü olması deməkdir. Yəni o zəif yanlarını da qəbul edir. Zəif deməyim də yanlış və doğru tərəflərində xarakter olsun, duyğuları olsun, düşüncəsi olsun. Cəmiyyət daxilində üstləndiyi, o məsuliyyəti üzərinə götürdüyü rol ki var, onu daşıyırsa, o zaten güclüdür. Yəni dırnaqarası gücü nəzərdə tuturam. Təbii ki, yenə də güclü olmaq məcburiyyətində deyilik. Əsgərlik məsələsinə gəldikdə isə qadınların əsgər getməsini mən deyərdim ki, doğru bilmirəm. Çünki fiziki olaraq zaten həmin o qadınlar zəif olacaqlar. Bunu xanımlarımız bir mənfi bir hal olaraq qəbul etməsin, yəni bu fikrimi. Mənim deməyim odur ki, bəli, yaradılışımız budur. Biz ən azından ağır bir nə isə götürəndə belə bir bəydən kömək istəməyi bacarmalıyıq. Təbii ki, hazırda qəhrəman qadın adlandırılan xanımlarımız var ölkəmizdə. Tək başına 4 övlad böyüdənlər olur, onlara qəhrəman adı verirlər. Şəhid analarımız, bəli, Hökmə Əliyeva Milli Qəhrəman, Salatın Əsgərova məsələn. Bəli, eynən. Yəni bu hal bizim üçün təbii ki, yəni uğurdur. Bizim üçün bir motivasiya mənbəyidir. Yəni bu o deməkdir ki, qadın hər situasiyadan çıxış yolu tapa bilər. Bu arada Aydan xanım, siz bayaq qeyd elədiniz ki, rəylərdə ümumi bildirilir. Amma mən əsasən şahid oluram ki, və gəlin bunu da qəbul edək ki, daha çox gender bərabərliyini tələb edən qadınlardır. Mən düşünmürəm ki, hər hansısa bir kişi öz qadınını fiziki güc tələb edən bir işə göndərsin. Xüsusilə söhbət Azərbaycan kişisindən gedirsə. Əlbəttə, burada artıq Azərbaycan kişisi deyəndə yəqin ki, qeyrət, namus, bir hətta təkcə Azərbaycan bəylərinin olması istənilən hər bir ölkənin bəyi də olsa, yenə də eyni ilə öz xanımının güc tələb edən nələrsə etməsinə razı olmaz. Çünki bəy özünü xanımının yanında güclü hiss etməlidir və buna da xanım icazə verməlidir ki, o bəy özünü güclü hiss etsin. Bəzən xanımların etdiyi yanlış bu olur ki, bəyin bəzi xüsusiyyətlərini alçaldırlar. Yəni bunu istəyərək etmirlər əslində. O arada olan şəxsiyyətlərarası münasibət ki var, yəni ailə daxili münasibət nəzərdə tuturam. Burada artıq o qədər bəyin də yanlışları olur və bəyin yanlışlarının açdığı xanımda yaranan bəzi duyğular olur. Və o duyğularda istər-istəməz görülmədiyi zaman hirsə çevrilir, əsəbə çevrilir, aqressiyaya çevrilir və bu da artıq qarşı tərəfə alçatmaqla, onu əzməklə, onu bu hallar olmasa belə müəyyən bir davranışlarda qüsur axtarır. Yəni biri var ki, orada səhv olsun görsün. Bir də var ki, onu normalda o davranışı etsə, xanıma o qədər də qıcıq yaratmaz. Amma onda o yığılıb qalan duyğular ki var, onun xırda belə oturub yerində çay içməsi belə, telefonla oynaması belə ona bir xırda da olsa bir qıcıq yaradacaq. Bu cür qadın və kişi bərabərliyi hüquqi, yəni onun hüquqları tərəfindən bərabərlik ola bilər, amma fiziki cəhətdən, duyğu cəhətdən, gördükləri iş cəhətdən, hətta ailə daxilində üstləndiyi rollar baxımından belə olsun, mən deyirəm heç bir zaman gender olaraq bərabər ola bilməzlər. Çox üzr istəyirəm Sevinç. Mən hətta bunu biz Azərbaycan ölkələr daxilində dedik, əslində mən bu fikirləri yəni ümumi psixoloji cəhətdən yanaşıram.
reallıqları nəzərinizə çatdırmaq istəyirəm ki, gerçək reallıq budur. Reallıq demişkən, bunun əksini o qədər gözəl şəkildə təqdim edirlər ki, o qədər gözəl şəkildə belə deyək də fərqli donlar geyindirirlər ki, azad qadın, sərbəst qadın, qadının haqqları, hüquqları deyirlər və bəzi addımlar atırlar, amma nəticədə kişi kimi qadına gəlib çıxırlar. Yəni kişi kimi olmaq istəyirlər. Kişi kimi çalışım, kişi kimi pul qazanım, kişinin yerinə də edim. Sən artıq qadın olmursan. Yəni o qadınlığın yaradılışını danırsan, belə deyim. Və bunu da azadlıq, sərbəstlik adı altında təqdim edirlər. Hansı azadlıq, hansı sərbəstlikdən söhbət gedir? Hansı ki sən əziyyət çəkirsən, yəni fiziki olaraq da, mənəvi olaraq da yüklənirsən, bu yüklənməni necə biz azadlıq kimi adlandırırıq, bunu anlamıram. Onu da qeyd etmək istəyirəm ki, istisna hallar təbii ki var. Bugün tək şəkildə, tək başına, Aydan sən də toxundun, ailə saxlayan qadınlarımız da var. Hansı ki, orada artıq kişinin işinə də gedir, yəni həm ailənin həm atası, həm də anası olmaq məcburiyyətindədir. Bu da kifayət qədər ağır bir işdir. Yəni bunu layiqincə yerinə yetirmək də mən deyərdim ki, asan deyil. Sevinç, sənin bu dediyin fikirlərdən yola çıxaraq, sən hər zaman deyirsən, hətta gözəlləşdirirlər. O azadlıq, azad ruh, qadın güclüdür. O azad qadın ifadəsi ki var, o azad qadın əslində cəmiyyətdə olsun, müəyyən bir görüşlər daxilində olsun, hətta reklamlarda belə olsun, medialarda, sosial platformalarda mən buna çox rastlaşıram. Yəni qadın üzərinə o azadlığı gücü o qədər vurğulayırlar ki, həmin o gözəl görünən fikirlər əslində qadını bir qəlibə salır. Mən əminəm ki, bizim bu dialoqumuzdan feministlər və bəzi yəni qadın hər şeyə qadirdir, qadın böyük qüvvədir şüarlarının tərəf saxlayan insanlara bu dialoqumuz narahatlıq verəcək. Amma biz qadınları əsarət altına salaq demirik. Biz qadınların haqqlarını da, hüquqlarını da ən əsası bir qadın olaraq çox yaxşı bilirik və müdafiə də edirik. Biz sadəcə demək istəyirik ki, qadın olaraq onsuz da çox gözəldir və çox yetərlidir. Dönüb kişi olmasına, əziyyət çəkməsinə və yaxud da başqa qəlbə düşməsinə heç ehtiyac yoxdur. Əgər şərtlər gərəkdirmirsə. Mən isə məsələyə belə bir şərh vermək istərdim. Deyirlər, cəmiyyət ailədən formalaşır və bu gün bir çox insan sual verir ki, ailə içərisində qadın mı öndə getməlidir, yoxsa kişi mi? Bu qızıl balansın bir növ pozulub-pozulmaması amilinə də gətirib çıxarılır. Elə bununla bağlı bir hekayəni sizlər üçün şərh eləmək istəyirəm. Bu qızıl balansın pozulub-pozulmaması ilə bağlı. Deyilənə görə bir dəfə bir insan müdrikin yanına gəlir. Arifdən soruşur ki, mən qərar verəndə daha çox ağılla mı qərar verməliyəm, yoxsa hisslərlə mi? Yəni məntiq yoxsa hisslər? Arif cavabında deyir ki, bax o göydə uçan quşa bax. O bir qanadla uça bilərmi və yaxud da digər bir qanadı olmadan uça bilərmi? Şagird baxır, deyir, yox, bununla nə əlaqəsi? Deyir, insan ömrü də belədir. Sən həyatında yalnız məntiqi qərarlar verməklə istədiyin hədəfə çata bilmərsən. Eləcə də yalnız hisslərinlə qərar versən, istədiyin mənzilə, ünvanladığın mənzilə çata bilmərsən. İndi qızıl balansın pozulması da belədir. Məncə bir ailədə nə öndə çox kişi getməlidir, nə də çox qadın getməlidir. Düzdür, fiziki güclər daha çox kişini tələb edir, amma bu o demək deyil ki, qadınlar zəifdir. Biz qadınların güclü olduğunu istər müharibə dövründə, istərsə də müharibədən sonraki dövrlərdə şəhid analarının, şəhidlərin həyat yoldaşlarının, şəhidlərin ailə üzvlərinin timsalında gördük. Əlavə olaraq nəzərinizə çatdırım ki, Azərbaycanın milli qadın qəhrəmanları da mövcuddur. Bunlardan Gültəkin Əsgərova, Hökümə Əliyeva və Salatın Əsgərovanın sizlər üçün adını çəkə bilərəm. Qaldı ki, azadlığa, Sevinç azadlıqdan danışdı bayaq, gözəl də fikirlər söylədi. Mənim fikrimcə azadlıq istədiyin hər şey etmək deyil, istəmədiyin heç bir şeyi etməməkdir. Bu müstəvidə növbəti xəbərimizə keçid edirik. Adları qızıl kitaba yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə 61.847 manat vəsait ayrılıb. Bakı Əsas xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. İndi isə təhsil xəbərləri ilə davam edirik. Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmalıdır. Bu gün Sabahan alimləri olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələrinizi innovasiyaya çevirmək üçün məhsula çevirə bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır. Həqiqətən olduqca səs-küy yaradan bir çıxış idi. Xəbərlərimizə davam edirik. Baku Əsas xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov Sabahan alimləri 15-ci Respublika layihə müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib. Mən bununla bağlı həmkarlarım da fikrini almaq istəyirəm. Çünki şərhləri də oxuyanda iki tərəf var idi. Bəziləri Firudin bəyin fikirlərinə razı idi, digərləri isə razı deyildi. Bu yerdə mən bəzi fikirləri deyəcəm. Cümləyə biz fikir versək, iki tərəfli yanaşacağıq. Ona görə şərhlərdə də bəzi insanlar razılaşır, bəziləri isə razılaşmır bu durumdan. Əslində bu reallıqdır. Nəyə görə? Çünki real olaraq hazırda hər kəsin sahibkar olması çətindir. Hüquqi cəhətdən də olsun, yəni bir iş qurmaq olsun, onun məsuliyyəti olsun və biz hətta buna psixoloji tərəfdən də baxsaq, hər kəs lider ruhlu deyil. Hər kəs bir komanda idarə etmək bacarığına sahib deyil. Öyrənilərmi? Təbii ki, öyrənilə bilər. Yəni biz bildiyimiz kimi rəhbər və lider arasında fərqlər var. Lider doğulur, rəhbər isə seçilir. Yəni lider bir komandanı özü sərbəst şəkildə idarə edir. Liderin tək fərqi odur ki, qərar qəbul etmir. Yəni son qərarı rəhbər verir və rəhbər o qərarı verdikdən sonra öz imzası və möhrü ilə qərarını doğrulamış olur. Amma liderə biz baxsaq, o duyğu, fikir, yəni məntiq olaraq, davranış olaraq komanda idarə edir və komandanı seçdiyi qərara əsasən onların fikirlərini də alır, yəni fikir mübadiləsi olur, ortaq bir məxrəcə gələrək ümumi bir qərar çıxarılır. Liderin rolu çox böyükdür. Çox gözəl olar ki, hər rəhbər lider ruha sahib olsun. Amma bu fikri də mən deyərdim ki, bu fikirlə çox zaman razı olmuram. Əslində hər bir insanın daxilində bir bütün xüsusiyyətlər, xarakterlər var, yəni temperament tipləri var. 4 temperament tipimiz var: xolerik, sanguinik, flegmatik və melanxolik. Testdə də gördüyümüz kimi istənilən temperament tipi, yəni 4 temperament tipinin 4-ü də xüsusiyyət olaraq hər insanda var. Sadəcə olaraq onun faiz çoxluğuna görə biz deyə bilərik ki, həmin şəxs flegmatik tipdir, melanxolik tipdir, xolerik və yaxud da sanguinik tipdir. Eynilə xarakter və xüsusiyyət olaraq da bu cürdür. Hər insanda istənilən xüsusiyyət və xarakter var. Sadəcə olaraq onu mühit ortaya çıxardır. Bioloji olaraq bizə nələrsə ötürülür. Mühit isə onu o potensialı üzə çıxartmış olur. Və liderlik özü də olsun, öyrənilirmi? Mən ona görə dedim, öyrənilə bilər, bəli. O potensial həqiqətən üzə çıxırsa, yəni o böyüdüyü mühitdə artıq müəyyən bir dərəcədə qığılcımlanmaq deyək də, ona bir tumurcuq olaraq cücərməyə başlayırsa, onu öyrənərək də bir ağac, yəni bir böyük bir bitki halına gətirib çıxarda bilər. Yəni bir sözlə bu fikrə gəldikdə isə hazırda müəyyən bir reallıqları nəzərə alaraq, həmçinin psixoloji olaraq da faktorları nəzərə alsaq, hər kəs rəhbər olmaq, sahibkar olmaq məcburiyyətində deyil və bu statistik olaraq da bir qayda pozulacaq ki, bəs işçilər kim olacaq? Ona görə rol bölgüsü doğru olmalıdır. Məzunlara da iş tapmaq üçün bir şərait yaradılmalıdır. Mən məsələyə iqtisadi baxımdan fikrimi bildirmək istəyirəm. Bu gün tələbələr belə deyək də təqaüd alırlar. Əgər müəyyən bir dərəcədədirlərsə, adi, zərbəçi, əlaçı, yəni buna cavab verirlərsə, əlaçının aldığı təqaüd səhv etmirəmsə 170 manatdır. 170 manat həmin tələbənin kirayə qaldığı evin pulunu belə qarşılamır. Bunu nəzərə alsaq əgər, birinci növbədə mən bir şey qeyd etmək istəyirəm ki, rəhbər olaraq universiteti bitirdik. Əgər ki, iqtisadi baxımdan hər hansısa bir imkanı varsa bu tələbənin ki, hardan imkan ola bilər? Yəni heç bir yerdə çalışmadan, müəyyən bir əmək haqqı almadan, istənilən bir biznesə, bir ideyaya
reallaşdırmaq üçün müəyyən bir pul vəsaiti tələb olunur. Bu vəsaiti bu tələbə hardan alsın? Yəni birinci problem budur. Deyək ki, bu problem həll olundu, tələbə vəsaiti əldə etdi və beynindəki qurduğu layihəni reallaşdırdı. Bu zaman isə həmin tələbə gözlənilir ki, bu tələbədən özü işçi olmadan müəyyən bir qrup işçiyə rəhbərlik etsin. Heç bir təsəvvürü olmadan universiteti yeni bitirmiş bir tələbədən rəhbər olması tələb olunur. Bəs yaxşı, bu yerdə mən sual vermək istəyirəm müəssisələrə. Bəs biz tələbələrdən təcrübəni nəyə görə tələb edirik? Yəni təcrübə niyə görə istənilir? Hansı ki, o təcrübə olmadan işə belə götürmürlər tələbələri bu gün. Tələbə sual verir ki, 4 il universitet bitirmişəm mən. Yəni hansı təcrübədən söhbət gedə bilər? Dünən bitirmişəm mən universiteti. Cümlədə zaten bir təzadlı fikirlər var. Eynilə də sənin fikrində də bu öz doğruluğunu tapır ki, hazırda yəni bir sözlə də hər kəs bir iş qurmaq məcburiyyətində deyil. Yəni hər kəs də iş qura bilməz. Bir də Aydan xanım məsələyə, yəni söz gedən məsələyə tələbələrin, məzunların gözü ilə baxsaq, bu nə dərəcədə peşəkar yanaşmadır, nə dərəcədə realist yanaşmadır ki, bitirən kimi iş yeri açaq? Xüsusən də kapitalizm dövründə. Təbii ki, yəni zaten Sevincin də qeyd etdiyi kimi müəyyən bir qurumlar vakansiya elan edir. Orada belə təcrübə tələb edirlər. İş üçün təcrübə tələb olunursa, rəhbər üçün də yəni təcrübə lazımdır. Zaten sən dediyin o ifadədə bu bir fikir idi. Yəni fikir olaraq irəli sürüblər. Biz sadəcə olaraq fikri müzakirə etdik ki, yanlış və doğru tərəfləri nədir? Yanlış tərəfi budur ki, yəni doğru deyil, təzadlı olur. Amma doğru tərəfdən də bu ola bilər ki, gənclərdə motivasiya yaradar bu ifadə. Yəni sizlər də bir iş qura bilərsiniz. Biri var ki, istənilən bir şəxs bu sözü desin. Bir də var ki, müəyyən bir vəzifə statusa sahib bir, yəni o təhsil sahəsində olan birinin bu cür ifadə işlətməsi gənclərdə doğru bir motivasiya yaratmış olur. Yəni qarşı tərəfə inam da var, güvən də olduğuna görə onun vəzifə öhdəliyinə əsasən inanırlar ki, biz də yarada bilərik. Bu cəhətdən bəli doğrudur ki, hər kəs də yəni öz işini qura bilər. Təbii ki, biz də çıxışla bağlı istər psixoloq olaraq, istər də aparıcı olaraq öz mövqeyimizi bildirdik, öz fikirlərimizi səsləndirdik. Davam edirik. Ağır xəstəlikdən əziyyət çəkən azyaşlı toplanan pulu oğurlayan şəxs saxlanıldı. Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədi ilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla uğurlanması barədə polisə məlumat verib. Baku Esas xəbər verir ki, Nəsimi rayon polis idarəsinin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. Orxan Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib. Faktla bağlı araşdırma davam etdirilir. Bəli, bəzi xəbərlər var ki, biz aparıcılar belə şərh verməkdə çətinlik çəkirik. Ötən gecə Bakı-Sumqayıt yolunda ağır qəza olub. Yük maşınının minik avtomobilinə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 1980-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsov dünyasını dəyişib. Qeyd edim ki, Kamil bəy müğənni idi. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Davam edir dəyərli izləyicilər. Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə jurnalist kimi bəzi qurumların adından mükafat verən Fəqani Hüseynov həbs olunub. O, polis əməkdaşları tərəfindən təqsirləndirilərək saxlanılıb. Qeyd edeyim ki, MPTV teleqrafa istinadən xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adı çəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib. Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs Milli Məclisin informasiya portalının direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə fəxri diplom təqdim edib. Qeyd edim ki, təqdim etməklə bağlı həmin o görüntülər sosial mediada da əməlli başlı viral olmuşdu. Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnib. MPTV xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata görə 1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən güllələnib. Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Belə dəyərli izləyicilər, Prizmadaydınız.
dünya və ölkə gündəmində baş verən əsas xəbərlərin icmalını sizlər üçün çatdırdıq. Muradın da qeyd etdiyi kimi, bu həftə ərzində baş verən bütün xəbərləri siz ümid edirəm ki, bizimlə bərabər xəbərlərə fərqli prizmadan baxa bildiniz. Bəli, dəyərli izləyicilər, bu günlük bizdən bu qədər. Növbəti həftə eyni saatda burada olacağıq. Sağ olun, salamat qalın.